Verdiğimiz değəri ala bilmədikdə nə etməliyik? Burada mənim türk izləyicilərim biraz artır. Heç nə məmnun olmursa bir yerdən sonra sizin elədiklərinizə də məmnun olmamağa başlayacaq. Yəni birisini unuda bilmirəm. Çox düşünmə, irəlilə. Və atam sadəcə mənə bu cümləni qurdu. Afərin, belə davam elə. Götürüb o insanı yazmayın. Kariyer bacım, kariyer. Yaxşı bəslənmiş bir ton bir çox şeyi buna görə itirmişliyim vardır. Və mən 2024-də başladım. O insan yaxşıdırsa o çıxsın, o deyilsə qat-qat yaxşı insanlar çıxsın. Heç sizi sizin düşündüyünüz qədər düşünmür. Hello, necəsiniz? Biraz belə çox yavaş danışıram çünki saat belə göstərim 1-ə işləyib artıq. İstər-istəməz gecdir. Bu saçın burada nə işi var? Nə bu tərəfə, nə bu tərəfə. Nəysə. Yenidən xoş gəldiniz. Hər birinizi burada görməkdən çox məmnunam. Hal-hazırdakı bu videomuz tam bazar günü, ya səhər, ya axşam, amma tam bazar günü izlənilə biləcək bir videodur. Qız-qıza söhbətdir. Hal-hazırda mətbəxdə əyləşib bu davlumbaz deyirlər, onun işığını yandırıb sizlərlə söhbət etmək istədim. İçimdən niyəsə belə bir şey keçdi və Instagramda belə bir başlıq açdım. Girl Talk deyə və istədim ki, sizlərlə elə bir söhbət edək. Bundan öncə bir dəfə elə bir video çəkmişdim, amma sırf Girl Talk deyildi, yəni bir sorğu-sual idi. Amma bugün biraz daha fərqli bir sorğu-sual olsun istədim. Tam səmimi formada suallarınızı verməyinizi istədim sizə. Telefon götürmüşəm. Dəryanın, bu dəfə Dəryanın telefonunu götürdüm. Bu video bilirsiniz necə bir video olacaq? Axşam vaxtı sanki bir yaxın qız dostunuzdan söhbət edirmişcəsinə olacaq. Mən bu tipli videoları həddən artıq çox sevirəm və sırf bazar günü izləməyi çox sevirəm. Yəni saçlar yuyulmuş, duşlar alınmış, maskalar edilmiş, I'm just a girl dediyimiz yaşıl çaylar, kofelər artıq nə ürəyin istəyirsə süzüb gəldiyiniz və eyni zamanda yəni birisininlə söhbət etmək istədiyiniz anlarda aça biləcəyiniz bir video olsun istədim əslində. Elə olur ki, yəni yaxınlarımızdan soruşa bilmirik bəzən. Elə suallar var ki beynimizdə, onu yerə özümüz araşdıraq, tapaq ya da ki kimdənsə yaxın bir çevrəmizdən onu soruşa bilmirik necəsə. Ay bizə necəsə baxarlarmı, mənim belə bir sualı düşünə biləcəyimi necə düşünərlər falan filan. Yəni bir çeşid suallar yaranır beynimizdə. Və eyni zamanda bilirəm, bəzən elə suallar olur ki, yəni başqa bir insana verməyə belə utanırıq özü aramızda falan. Çox şükür, mən dostlarımla çox səmimi rəftar edirəm. Nə oldu? Danışa bilirəm. Bəlkə də bu yaşla da bir ara gəldi ya da ki, illərin dostluğu olduğu üçün ola bilər. Amma inanın ki, başqa şeylər də əlbəttə ki olur. Ona görə də Girl Talk Azərbaycan versiyasına mən də qatılmaq istədim. Ona görə də belə bir video çəkdim və bu statikalardan anladığım qədərilə məni izləyənlərin çoxu yaşlı olan qızlardır. Ona görə də istədim ki, onların bəzi sualları varsa o suallara cavab verək. Bir dənə sual var əslində, Dənizdən gəlib. Təbii ki, ilk sualı Dənizdən açmaq istədim. Belə bir sualdır. Dəniz gələn il bir 600 bal yığar müəllim. İnşallah deyək. Yəni buradan məni izləyən bütün abituriyentlərə bunu demək istəyirəm. Çünki bilirəm bir çoxunuz abituriyentsiniz. Sadəcə çalışmaq önəmlidir. Bu il 43 nəfər 300-dən 300 yığdı. İnşallah gələn il bunların sayı qat-qat artar. 300 yığmayanlar da qətiyyən heç vaxt pis olmasınlar. Mən bunu tələbələrimə də deyirəm. Mənim tələbələrimin arasında çox az yığanlar da var idi, çox yaxşı yığanlar da var idi. Ona görə qətiyyən pis olmayın. Bu sadəcə biraz şans məsələsidir, stresi idarə edə bilmək məsələsidir. Amma hər şeydən önəmlisi çalışmaq məsələsidir. Ümid edirəm ki, Dəniz, Dərya və onlar timsalında ola biləcək bütün abituriyentlər istədikləri balları rahatlıqla yığarlar. Birisi yazıb ki, aşk mı, kariyer mi? Və bunu yazan bir türkdür. Türk izlə. Bu arada mənim türk izləyicilərim biraz artır. Çox xoşbəxtəm. Azərbaycan kanalı açıb Azərbaycanlılardan başqa insanların da sənə komment yazması, videolarını bəyənməsi, sənə öz fikirlərini, suallarını verməsi də çox xoşdur. Ona görə birisi elə bir sual yazıb, aşk mı, kariyer mi deyə. Məncə kariyer. Kariyer bacım, kariyer. Nə olursa olsun. Belə bir cümlə var idi. Buradan bütün gənclərə bunu demək istəyirəm.
Təhsiliniz, karyeranız qətiyyən sizi yarı yolda qoymaz. Amma hər hansı bir insan sizi yarı yolda qoya bilər. Heç bir insan övladına çox da bel bağlamayın. Anam deyir, heç bir insan övladına çox da bel bağlamayın. Baxın, həqiqətən bu reallıqdır. Yəni dostluq haqqında, insan münasibətləri, sevgili münasibət fərqi yoxdur. Kim olursa olsun. Özünüzdən başqa heç kimə çox da güvənməyin. Bu çaşqa çox yer tutur. Sizin təhsiliniz, sizin karyeranız qətiyyən sizi yarı yolda qoymayacaq. Ona görə kariyer da algılamayın. Karyeran hər zaman karyera olsun, həyatımızda insanlar olmasın, ancaq pul falan. Xeyr, mən pulu qazandığım qədərilə xərcləməyə də çox gözəl, məncə, bacara bilən bir insanım. Ona görə də çalışın ki, karyeranıza daha çox önəm verin, amma ətrafınızdakı insanlara da dəyər verməyi unutmayın. Bu arada mən videolarda adlar çəkmirəm, yəni qətiyyən səhv başa düşməyin. Bu bəzən elə olur ki, insanlar istəyir şəxsi qalsın. Ona görə də mən videolarda adları çəkməyəcəm, yazan şəxslərin adları çəkilməyəcək, narahat olmayın. Rahatlıqla, könül rahatlığı ilə rahat suallarınızı mənə yönləndirə bilərsiniz. Mən də onlara əlbəttə ki, uyğun bir dillə sizə cavab verməyə çalışacağım. Yəni öz bildiyim yolu. Yəni Nigar olsa belə eləyər, Nigar belə eləyir falan kimisindən. Deməli, hazırda 2 dənə sual var. YouTube-a necə qərar verdin və necə oldu sosial mediaya və YouTube-a başlamağa qərar verdiniz? Axşam vaxtı danışmaqda çətinlik çəkirəm. Belə deyim, bir dənə də keçən dəfə bir Girl Talk temalı bir video çəkmək istəyirdim. Sadəcə biraz vaxt aşımına uğradı və biraz da necə deyim, sonra bəzi vloglar falan yüklədim və s. O video biraz yaddan çıxdı. Sonra da sildim. Videoda da belə bir sual var idi ki, valideynləriniz sizə qarşı çıxdımı? Sosial mediaya ilk dəfə video yükləyəndə, yəni YouTube-a ilk dəfə video yükləyəndə və s. Valideynləriniz nə dedi deyə. 9-cu sinifdə mən əslində Instagram səhifəmi açdım ilk dəfə hətta. Sonra 1-ci kursa qədər eyni Instagram səhifəsini istifadə elədim. 1-ci kursda səhifəmi dəyişdim. 1-ci kursda səhifəmi dəyişdikdə artıq dedim ki, mən açıq bir səhifə istifadə etmək istəyirəm. İnsanlarla fikrimi bölüşmək istəyirəm. Sosial bir insansınızsa əgər, mənim nə demək istədiyimi çox qəşəng başa düşəcəksiniz. Fikirlərinizi bölüşmək istəyəcəksiniz, fərqli insanlarla tanış olmaq istəyəcəksiniz. Yəni ətrafınızı böyüdüb fərqli insanların düşüncələrini, dünya görüşlərini və s. öyrənmək istəyəcəksiniz. Mən də bu səbəbdən əslində sosial medianı, yəni Instagramı açıq qoydum. 2-ci kursdan bəri ancaq ağlımda da belə bir şey vardı. YouTube-a başlayacağam mən. YouTube-da çox gözəl, bəyəndiyim insanlar var və s. O vaxtlar make-upla başlamışlar. Amma o vaxtda ağlımda belə bir şey vardı. İllərdir bu belə idi. Hansı dildə başlayacağam? YouTube-da ən çox izlənən videolar necə olur? Nəyi göstərəcəm? Kitabımı göstərəcəm? Make-up mı göstərəcəm? Nə göstərəcəm mən bu insanlara? Fərqli. Yemək mi göstərəcəm? Nə göstərəcəm mən bu insanlara? Çox belə şeylərə girmişdim. Və inanın ki, mən gündəlik yazan bir insanam. Gündəliyimdə 2021-ci ildə belə bir şey var. YouTube-a başla artıq, Nigar. Və mən 2024-də başladım YouTube-a. Peşman deyiləm. Çünki o anda o qərarları verə bilmirdim. Doğru qərar verə bilmirdim, daha doğrusu doğru zamanı gözləyirdim. Məsələn, suallar beynimdə çox idi. Hansı dildə danışacağam? Çünki ingiliscə danışa bilirsən, türkcə danışa bilirsən, Azərbaycanca danışa bilirsən. Azərbaycanca danışanda, amma Azərbaycan videoları çox izlənmir, qlobala düşə bilmirsən, Azərbaycanı tanıtmaq istəyirsənsə ingiliscə danış və s. və s. Çox tərəddüdlər yaşayırdım və s. Çox, yəni bu tipli şeylər həddən artıq çox olurdu. Ailə baxımından hər hansı bir problemim olmadı. Yəni mən ilk dəfə sosial medianı açdığımda da, səhifəmi açıq etdiyimdə də və s. qətiyyən bir problemlə qarşılaşmadım. Hətta ilk YouTube-umu açdığımda və ilk videomu yüklədiyimdə qapını açdım. Atam işdən gəldi. Dedim, bəs mən ilk videomu yükləmişəm. Ailəm hamısı oturdu, o videonu izlədi və çox diqqətlə, hamı belə dörd gözlə belə baxır ki, nədir bu, necədir də videosu və s. Və atam sadəcə mənə bu cümləni qurdu. Afərin, belə davam elə. O qədər xoş gəldi ki mənə, yəni nə olursa olsun bir valideynin, bir də qız uşaqları üçün bir atanın qızının arxasında bu cür durması çox-çox önəmlidir mənə görə. Məncə bir çox insana görə bu belədir və belə bir şey deyildi. Ondan təxminən bir həftə falan sonra mı, 2 gün, 3 gün sonra mı biz şəhərə çıxmışdıq. Bilmirəm bu söhbəti sizə danışmışdım yoxsa yox. Atam sadəcə bunu dedi. Sən çox düşünürsən hər şeyi.
hər şey həddən artıq çox düşünürsən, çox düşünmə, irəlilə sadəcə. Çox düşünmə, irəlilə. Yolda düşünərsən. Bu cümlə beynimin arxasında bir qaldı. Çox düşünmə. Həqiqətən də bu həyatda bəlkə də bir çox şeyi buna görə itirmişliyim vardır. Hər mövzuda. Yəni sosial mediadır, odur budur, başlamaq lazımdır. Dedim, Nigar başla. Başla. Başqa yolun yoxdur. Hər gün, günü-gündən insanlar, sənin kimi düşünən milyonlarla bəlkə də insan var. Sən sadəcə başla. Bəyənəcəklər, bəyənməyəcəklər, əl çəkəcəksən. Biraz davam edək. Heç olmasa o peşmançılığı çəkmə. Yəni bu. Çox ki, sabah ya gecə insanı. Məncə gecə insan. Amma bir şey deyə bilərəm. Gecələr çox da böyük bir qərarlar verməyin. Sadəcə bunu demək istəyirəm insanlara. Gecələr çox da digər insanlarla danışmayın. Gecə verilən qərarlar çox da məntiqli qərarlar deyil. Əsasən də 12-dən, 1-dən sonra verilən qərarlar. Sabah durub idman edəcəm, sabah durub diyetaya başlayacağam ya da sabah durub o insana yazacağam, bu şəxsə yazacağam. Məntiqlə deyil də qəlblə davam elədiyiniz bir vaxt diliminə keçid edirsiniz. Götürüb o insanı yazmayın. Qətiyyən. Gecə özünüzlə məşğul olun. Ən önəmli şey. Gecə insan olun. Yəni xoş deyirsinizsə təbii ki, amma mən gecə insanıyam. Mən gecə insanıyam. Sən sevərsin, sevməzsin. Heç fark etməz. Dostluq qurmaq çətindir, necə bacarırsan? İnsan münasibətlərində ən çox nəyə diqqət edirsən? Bu iki sualı bir-birləri ilə elə yanaşıb gəldilər əslində. Elə bir-birləri ilə əlaqələndirib bir şey demək istəyirəm əslində. Dostluq münasibətləri və insan münasibətləri fərqi yoxdur. Ən çox önəm verdiyim şey əslində hörmətdir. Çünki Gürmanın bir videosu var illər öncə. Səanlat Karadeniz çəkiləndə ondan bir röportaj alınır. O da kimdənsə götürüb belə bir cümlə deyir. Sən məni sevmək məcburiyyətində deyilsən, amma sən mənə hörmət etmək məcburiyyətindəsən. O qədər haqlı bir cümlədir ki, yəni mənə görə. İnsan insana hörmət etməlidir. Hətta belə bir cümlə də var ki, bəs bir insanın əslində xarakterinin necə olduğunu bilmək istəyirsinizsə, o insanın afisiyanta necə rəftar etdiyinə baxın. O qədər önəmli bir şeydir ki, və bu istər-istəməz, yəni afisiyanta hörmət etməyən insan ya da bir başqasına hörmət etməyən bir insan sizlə də dostluq münasibətində ya da sevgi münasibətində fərqi yoxdur. İstər-istəməz sizə də bir yerdən sonra o hörməti qoymayacaq, inanın mənə. Yəni onun iç yüzünü onsuz da görəcəksiniz. Keçən dəfə belə bir şeyin fərqinə vardıq. Şəhərdə bir yerdə oturmuşduq, bir söhbət edirdik. Belə bir şey dedim. Həyatımın hər epizodundan, hər önəmli hissələrindən sadəcə bir ya da iki nəfər dostum qalıb. Dostum olur, daha doğrusu. Yəni bu nə deməkdir əslində? Məsələn, mən ailə baxımından, ailədən əlavə olaraq qohumlardan, məsələn, qız olaraq bir dənə dostum var. Sizin dostdan söhbət gedir, hər şeyini rahatlıqla danışa bildiyin, səni qınamayacaq insan olması və s. də çox önəmlidir. Sinif yoldaşı periyodunu düşünün, məktəb dönəmini düşünün. Oradan 2 dənə dostum var. Bir qız, bir oğlan. Ya da universitetdən bir dənə dostum var. Yəni əsl dostdan söhbət gedir. Hər zaman yalnızda olması çox önəmlidir. Yəni insanlar mənə bəzən çox soruşur, necə bu insanlarla çox yaxşı münasibət qura bilirsən məsələn. Bu birincisi sosiallıqla əlaqəlidir. Hər kəslə danışıram, hər kəsi anlamağa çalışıram, heç kəsin qəlbini qırmamağa çalışıram, amma bir dənə problemli bir şey var ki, mən sizə bunu deyim. Hər kəs sizi sizin düşündüyünüz qədər düşünmür. Baxın, bu çox önəmlidir. Mən universitetdə biraz əsəbləşdim. Universitetdə bunu çox gözəl qarşılığını sərt bir formada aldım. Həqiqətən. Sənin verdiyin qarşılığı onlar sənə vermir. Sənin verdiyin dəyəri onlar sənə vermir. Sənin düşündüyünü onlar sənin kimi, yəni sənin onlara qarşı düşündüyün şeylər onlar sənin qarşı düşünmürlər. Görə çalışın ki, sadəcə hər kəsə qəlbinizi açmayın, hər kəsə ürək sözlərinizi deməyin, amma heç kəsin də qəlbini qırmayın. Bu çox önəmlidir. Məsələn, əgər sevgi münasibətinə girmək istəyirsinizsə, yəni sevgi münasibəti haqqında soruşmusunuzsa bunu, hörmət, hörmət, hörmət və dürüstlük. Dürüstlük onsuz da olacaq. Hörmət yoxdursa o insanın, sənə hörməti yoxdursa ya da bir başqasına hörməti yoxdursa, o insan olsa sənin qarşı dürüstlüyü də olmayacaq. Belə düşün. Uşaq ikən ən çox qorxduğun şey nə idi? Necə deyim? Utandım bunu deməyə. Deməli, uşaq vaxtı yastıqlardan çıxan tüklər. Ən çox qorxdum və bildiyiniz
dəli kimi qorxduğum, dəli kimi qışqırdığım tək şeylərdən biri oydu. Yəni yastıqdan bir tük çıxır. Məni qorxutmaq üçün o tükü çıxardıb mənim üstümə belə gəlirdi. Nigar bax falan deyə. Və mən dəli kimi qışqırırdım. Daha sonralar təbii ki bu qorxumu yenməyə çalışdım. İnsanların məndən belə deyirdim ki, alay etməsini istəmədim və o sanki qorxmurmuşcasına rəftar edirdim, amma çox qorxurdum. Və mən bəzi tüklü şeylərdən də qorxuram. Tüklü canlılardan da qorxuram. Pişikdən də məsəl üçün. İndinin özündə də pişikdən qorxuram ki, dünən belə bir hadisə baş verdi. Dünən reallıqda olan bir şey sizə danışım. Həyətdə bizdə, yəni həyət evi deyil, binalardı. Məhəllənin içində itlər var, təzə-təzə şirin itlərdir, amma biraz belə bildiyimiz itlər deyil, yəni normal olaraq kim olsa biraz ehtiyat eləyər. Birisi ayağının altından belə qaçdı və s. Heç qorxmadı. Amma qabaqda bir dənə pişik gördüm. Girməyə bir künc axtarıram ki, mən buradan necə qaça bilərəm, necə çıxa bilərəm. Niyəsə pişik fobiyam var. Qətiyyən onların pis olmasını istəmirəm, soyuq düşmələrini, acısız qalmalarını falan istəmirəm. Qətiyyən yəni sevgisizlik deyil bu. Onları sevmirəm deyil, sadəcə pişiklərə qarşı qorxuram. Birisini unuda bilmirəm. Daha səmimi formada, yəni bir dostuma necə danışa bilərəmsə, onu sizə deyəcəm. Unuda bilmirəmmi, yoxsa unutmaq istəmirəmmi? Bu çox önəmli bir hissədir. Əgər unutmaq istəmirsinizsə, onsuz da unuda bilməyəcəksiniz. Kim sizin qarşınızda dursun, yeni insanlar çıxsın qarşınıza, fərqi yoxdur, onsuz da unuda bilməyəcəksiniz. Əgər unutmaq istəmirsinizsə. Amma necə olursa, ancaq o xatirələr beyninizdə canlanırsa ya da o insan özünü sizə xatırladırsa, bunun bir həll yolunu tapmaq lazımdır. Tanışımın bir yaxın birisinin mənə belə dediyi bir cümlə var idi. Deyir, əgər onunla hekayəniz tamamlanmayıbsa, bir türlü onsuz da onunla qarşılaşacaqsınız. Siz də belə düşünün. Əgər hekayəniz tamamlanıbsa, onsuz da qarşınıza çıxmayacaq. Tamamlanmayıbsa, qarşınıza çıxacaq və o hekayə tamamlanacaq. Əgər toksik bir insandırsa, sizə heç bir xeyri dəyməyibsə ki, belə insanlar günü-gündən artır bu arada. Düşünün ki, sizin layiq olduğunuz insanlar daha yaxşılarıdır. Sizə layiq olan insanlar da daha yaxşılardır. Yəni daha yaxşılarını düşünün. Özünüzü inkişaf elətdirməyə çalışın. Başa düşürəm, çox belə, necə deyim, ayrılıq acısı çəkən bir insanın və ya fərqi yoxdur, birisini unutmağa çalışan, amma unuda bilməyən bir insan üçün deyəcəyim çox bir şey yoxdur əslində, amma sadəcə bunu düşünün. Əgər toksik bir insandırsa, ondan uzaqlaşdığınız hər an, hər dəqiqə, hər gün əslində bir o qədər sizin xeyrinizədir. Yaxşı bir insandırsa və sizə layiq bir insandırsa, gec ya da tez onsuz da qarşınıza çıxacaq. Allahın işidir bu. Nə olacağı bəlli deyil. Deyirəm ki, qarşınıza yaxşı insanlar hər zaman çıxsın. O insan yaxşıdırsa o çıxsın, o deyilsə qat-qat yaxşı insanlar çıxsın həyatınıza. Duyğular əslində bir çox insanda, yəni bu dönəmlər olur. Dönəmlərlə ola biləcək bir şeydir. İnanıram ki, keçici olacaq. Başqa, sadəcə bunu düşünün. Bu yol sizin yolunuzdur. Bu həyatda sadəcə siz varsınız. Volkan Konak dediyi ilə belə deyim, deyir, siz varsınızsa ətrafınızdakılar var. Siz yoxsunuzsa heç nə yoxdur. Həqiqətən bu belədir. Yəni bu həyat sizin həyatınızda. İstəyirsinizsə 30 yaşınızda işə girin, istəyirsinizsə 30 yaşınızda evlənin, istəyirsinizsə heç evlənməyin. Məsəl üçün bizim elə bir düşüncə tərzimiz var. Universitetə girək, magistra girək, əsgərlik olsun və s. qızlarımız evlənsin falan filan. Yəni qətiyyən buna qarşı çıxan bir insan deyiləm. Başa düşürəm. Bu insanlar belə görüblər və belə eləyirlər. Amma yəni bunu etmək istəməyən insanlara çox baskı qurmağa başlayır bir çox insan. Niyə sən bunu eləmirsən, niyə sən o işdə işləmirsən, niyə evlənmirsən, evlənmə yaşında odur, budur, xeyr. Bu o qədər yanlış bir düşüncə tərzidir ki, çünki yaddaş problemi yaşadıq, indi isə təkrardan geri döndük. Qaldığımı çox xatırlamıram, amma qısaca bunu deyə bilərəm. Özünüzü gec qalmış kimi hiss etməyiniz çox normaldır və insan olduğunuzu unutmayın. Bu duyğular gəlib keçicidir. Sadəcə özünüzü çox da yıpratmayın. Ayda hamı qabaqdadır, mən geridə qaldım, başarısız oldum, bir şeylər əldə etməliyəm falan filan. Özünüzü hazır hiss elədiyinizdə onsuz da edəcəksiniz. Çox şükür hər birimiz şuurlu varlıqlarıq.
və onsuz da bu həyat üçün bir şey etməyə gəlmişik, düzdürmü? Yəni və edəcəksiniz. Qətiyyən özünüzü zorlayaraq sonradan peşman olacağınız şeylər etməyin. Düşünün, düzgün qərar verməyə çalışın. Əgər onu hiss edirsinizsə, bu çox gözəl bir şeydir əslində. Özünüzdə onu düzəltmək üçün bir motivasiya, bir duyğu hiss edəcəksiniz və başlayacaqsınız onu düzəltməyə onsuz da. Bir söz var, əgər gecikirsə bəzi şeylər ən gözəlləri ilə gələcək. Bunu unutmayın, tamam mı? Verdiyimiz dəyəri ala bilmədikdə nə etməliyik? Çox gözəl bir sualdır. Bir dəqiqə. A few moments later. Uzaqlaşacaqsan. Bir dəfə denə. Bircə dəfə. Mən əqrəb burcuyam. Mən bircə dəfə bir sözü deyirəm. İkinci dəfə demirəm. İkinci dəfə çox nadirən deyirəm bu arada. Bir cümləni, bir şeyi, bir insana bir şey xatırlatmaq istəyirəmsə bircə dəfə onu deyirəm. Mənim verdiyim dəyəri qarşılığını ala bilmirəmsə o insana bircə dəfə deyirəm. Amma yenə eyni şey olursa, yenə o öz beynində bir şeylər qurursa, yenə o sənə o dəyəri vermirsə, vecini almırsa falan filan, arxasınca düşməyə mənası yoxdur. Bu həyatda o qədər insan, milyardlarla insan var. Sizin verdiyiniz dəyərin əlbəttə ki, qarşılığını bir nəfər sizə verəcək. Yəni qətiyyən narahat olmayın. Ona görə də bir dəfə izah eləyin, yazıqdırlar. Bir dəfə izah eləyin. Gördünüz ki, yenə eyni şeydir. Boş verin. Boş verin getsin. Qətiyyən bunu egoistlik baxımından düşünməyin. Bu elə bir şey deyil. Sadəcə sən əgər ona dəyər verib bir şey eləyirsənsə, bir zəhmət qarşıdakı da onu eləməlidir. Ümumiyyətlə insanlarla, insan tipləri ilə əlaqəli çox sual gəlib. Belə bir sual var ki, necə tip insanlardan uzaq durmaq lazımdır? Məncə bu bir çoxumuzun yaralı yeridir, fərqindəyəm. Çünki insan tipləri, insan münasibətləri, fərqindəyəm. Bir çox şeyi sorğuluyuruq. Yəni normal olaraq. Əslində dediyim dostluqda və insan münasibətlərində önəmli ola biləcək insan tipləri var. Hörmətli olan, sənə dəyər verə bilən insan eyni ilə də burada. Yəni necə tip insanlardan uzaq durmalısan? Bu da əslində buna oxşar bir sualdır. Narsist insanlardan, hörmətsiz insanlardan, bu arada məsələ bu da deyil. Bunu da sizə bir şey də danışım sizə. Heç nədən məmnun olmayan insanlar. Heç nədən məmnun olmayan insanlar. 2. Hörmət nədir bilməyən insanlar. 3. Həyatında hər hansı bir nailiyyəti, uğuru olmayan insanlar. İnsanlara çox önəm verin. Əgər bir insan həqiqətən də, yəni çox minik bir şey də olsa, bir nailiyyəti yoxdursa, o insanın inanın ki, sizin həyatınıza da qatacağı heç nə olmayacaq. Bir insanın digər insanlara hörməti yoxdursa, o insan bir yerdən sonra sizə də hörmət olmayacaq. Heç nə məmnun olmursa, bir yerdən sonra sizin elədiklərinizə də məmnun olmamağa başlayacaq. Yəni həyatınız bir yerdən sonra zindana çevriləcək. Kilo ilə əlaqəli bir sıra problemli olan insanlar var. Ya da ümumiyyətlə kilo məsələlərini necə həll edirsən, insanlar sənə bir şey deyəndə necə qarşılıq verirsən, bunun kimi bəzi şeylər var. Uşaqlar dostum kimi görüb, bir yaxınım kimi görüb sizə bunu deyirəm. Əgər biraz kilonuz varsa, ki mən də biraz kilolu bir insanam. Bir yerdə əlbəttə ki, qırıcı olacaqlar. Uşaq vaxtı bir çox insan sizin qəlbinizi qıracaq falan ki, çox yaşamışam belə bir şeyləri. Ki, halbuki mən yəni uşaq vaxtı da o qədər kök bir insan olmamışam. Sadəcə digər qızlardan biraz daha tombul olduğum üçün, halbuki yəni hər hansı bir köklükdən söhbət getməyə, həddən artıq bir köklükdən, sağlamlıq problemi yaşada biləcək bir şeylərdən söhbət getmir. Sadəcə yaxşı bəslənmiş bir ton var idi. Lap uşaqlıqdan falan. Sadəcə bu cümləni deyirəm. Çox gülməli gələ biləcək bəlkə də sizə. Mən sizin çörəyinizi yemirəm. Bunun başqa versiyasını deyirdim. Yine də sizə belə bir şey deyim. Çalışın, əgər kilolu bir insan görürsünüzsə, uşaqdırsa əgər ona qətiyyən qəlbini qırmayın. Ona kilolusan deməyin. Çox qəşəng xatırlayıram ki, mən insanlara sənin çörəyini yemirəm, yaxşı eləyirəm falan deyib o divarı hörürdüm və o insanlar artıq mənə onu deməməyə başlayırdılar falan. Amma evə gəldiyimdə çox pis olurdum. Və yəni həddən artıq çox pis olurdum. Çalışın, heç kimin qəlbini bu formada qırmayın. Kilolu bir insan onsuz da bilir kilolu olduğunu bu arada. Yəni xəbəriniz olsun. Heç kim, mən kiloyam amma kilolu insanam amma 45 kiloyam dərdində deyil. Yəni kilolu bir insan bilir kilolu olduğunu. Bunu, sən çox kilo almısan falan, qətiyyən belə bir cümlə qurmayın. Ən böyük səhvlərdən biridir. Bir də bir sıra gənclərimiz var, imtahan stresindən və s. başlayırlar yemək yeməyə. Yeyin, inanın ki, yeyin, heç nə deyil. O kilolar gedəcək onsuz da ki, məndə də gedir yəni. Heç nə
qalıcı deyil. Bu həyatda sadəcə bu cümləni qura bilərəm. Heç bir şey qalıcı deyil. Unutmayın. Tamam mı? Ona görə də cavab verirsən, deyin ki, sizin çörəyinizi yemirəm. Bu bir. Əgər siz çox əsəbləşdirsələr bu cümləni qurun. 2 də ki, vecinizə almayın. Deyin ki, əşi, yeyirəm. Nə yeyirsən? Sənə mi yeyirəm? Sən mi kökəlirsən? Heç ümumiyyətlə o insan yoxmuşcasına rəftar edin. Mənim atamın dediyi bir cümlə var. Bir insana verə biləcəyiniz ən gözəl cavab və ya ən gözəl cəza əslində o insanı yox saymaqdır. Mən illərdir həyatımda bunu Türklərdəki uyğuluyuram. Yəni bunu eləyin, bu kifayət eləyəcək əslində. Bu qədər əziz mənim izləyicilərim. Hər birinizi çox sevirəm. Çox uzun danışdım. Ümid edirəm ki, bu video sizin üçün bir dönüş nöqtəsi ola bilər, ya bir kömək videosu ola bilər. Yəni ümid edirəm ki, bu videonu sevə-sevə izləyərsiniz və videonu bəyəndinizsə bəyənməyi, fikirlərinizi, düşüncələrinizi mənlə bölüşməyi, videoları ətrafınızdakı insanlarla bölüşməyi unutmayın. Ailəmiz günü-gündən daha da böyüyür və hər birinizi çox sevirəm. Gələcək videolarda görüşənədək. Bay bay.